Peyğəmbər və Ali Peyğəmbərə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bugünkü mövzumuz borc məsələsi. Müqəddəs şəriətimizdə bəyənilən, borc verənə nisbətdə bəyənilən, borc alana nisbətdə zərurət olmadığı müddətcə bəyənilməyən əməllərdən biri borcdur. Allah-u Teala Quran-ı Kərimdə bir neçə yerdə buyurur, onlardan biri də Müzzəmmil surəsinin ayəsində. Sadalayır bir dəstə insanları, onların xeyirli əməllərini və s. və ilaxır müəyyən əmr və qadağalarını eləyir. Buyurur ki, və aqimus salat, namaz qılın, və atuz zəkat, və zəkat verin, və əqridullaha qardan həsənən, və Allaha gözəl şəkildə borc verin. Və ma tuqaddimu li anfusikum min xeyrin təciduhu indəllah. Sizlər nə xeyr yerinə yetirmiş olsanız, qiyamət günü onu Allahın yanında görmüş olacaqsınız. Xeyirli şəkildə. Və ə'zəmə əcrən və əzəmətli bir qarşılıq olaraq. Və estəğfirullah, innəllaha qafurur rahim. Allahdan bağışlanma diləyin ki, Allah həqiqətən günahları bağışlayan və mərhəmətlidir. Başqa bir ayədə Allah-u Teala buyurur ki, ey iman gətirənlər, sizlərdən ehtiyaclı olanlara bir-birinizlə borc verin, borc alın və borc verdiyiniz zaman onu müqavilə şəklində yazın, qoruyun, saxlayın, adil insanların şəhadətinin huzurunda, yəni ədalətli bir insanlar şahidlik eləsin ki, həqiqətən bunlar arasında borc, bir növ desək, müqaviləsi var. Bu ayələr bir növ desək, borc məfhumunun özünə işarə eləyir. Borcu bir dəfə insan Allah-u Teala verir, bir dəfə də bəndəyə verir. Allaha biz necə borc verə bilərik? Hər bir halda bizim yaşadığımız bu həyat əslində bizim özümüzün Allahdan aldığımız bir borcdur. Allah-u Teala'nın bizə bəxş elədiyi bir borcdur. Baxın, həyatda hər bir şey, mülkiyyət iki qismə bölünür. Var həqiqi mülkiyyət, var etibari mülkiyyət. Məsələn, bir kəs bir evin sahibidir. O evin həqiqi malikidir. Mülk onundur. O mülkü, o malı ondan icarəyə götürən o evin həqiqi maliki deyil. Orada ürəyi nə istəsə eləyə bilməz. Yalnız malikinin, həqiqi malikinin, mülk sahibinin icazə verdiyi qədər, icazə verdiyi kimi orada istifadə eləyə bilər. Niyə? Çünki malın həqiqi sahibi odur. Mülkün həqiqi sahibi, ixtiyarı onun əlindədir. O desə ki, mən sənə bu evi kiraya verirəm, bunun bir divarına bir mismar vurmayacaqsan, sənin haqqın yoxdur orada. Bir şəkil asmaq üçün mismar vurasan ora. Haram iş görürsən. Başqasının mülkündə onun razılığı olmadığı kimi təsərrüf edirsən, istifadə edirsən. Biri birinə maşın verir ki, bunu ancaq şəhərin içərisində icarəyə verirəm, sür. Sən ondan götürüb xəlvət, rayona getmiş olsan, haram iş görürsən, günah iş görürsən. Niyə? Başqasının mülkündə onun icazəsi, razılığı olmadığı tərzdə sən istifadə edirsən. Çünki malın, mülkün həqiqi sahibi odur, onunla razılaşma nəyi tələb eləyir? Ona da riayət eləməlisən. Bu canlarımız, bu həyatda sahib olduğumuz hər bir şey, bizim malımız, mülkümüz hesab olunan hər bir şey, bizim Allahdan borc aldığımız şeydir. Biz bunun həqiqi sahibləri deyilik. Biz bunun etibari sahibi, yəni nə qədər ki bu bizim əlimizdədir, biz bunun sahibi hesab olunuruq. Necə, nə qədər götürdüyün kirayə, müqaviləyə görə sənin əlindədir onun üzərində haqq sahibisən, müqavilə qutardı və salam. Sənin onun üzərində heç bir haqq sahibinin yoxdur. Müvəqqəti belə yoxdur. Və yaxud da ki, məsələn, götürdüyün bir maşın, hər hansısa bir əşya, icarə müddətində sənin ondan istifadə eləməyə haqqın var. Onun müvəqqəti də olsa, sahibi sayılırsan, zaminlə olsa, zaminsən sən ondan ki, ona bir şey olsa, tələf olsa,
sahibinin, həqiqi malikinin haqqı var ki, səndən tələb eləsin ki, bəs xarab eləmisən. Eləcə də bu həyat özü daxil olmaqla, bu həyatda bizim malik olduğumuz hər bir şey bizim etibari şəkildə malik olduğumuz, sahib olduğumuz şeylərdir. Yəni onun həqiqi malikiyyəti, mülkün həqiqi malikiyyəti Allaha məxsusdur. O bizə bu canımızı bir borc olaraq verib, bir əmanət olaraq verib ki, bu dünya həyatında yaşa və müəyyən əmrləri, qadağaları yerinə yetir, imtahan dünyasında imtahanını ver, sabahlarda gələcəksən huzurunda etdiklərimin cavabını verməyə. Bu mənada mülkiyyət, həqiqi və etibari deyə iki qismə bölünür. Bizim canlarımız, bizim var dövlətimiz, bunun hamısı onsuz da Allahın Teala məxsusdur. Allah bizə bəxş etdiyi bu böyük nemətin kiçik bir hissəsindən onun ehtiyaclı bəndələrinin ehtiyacını ödəmək üçün tələb edir. Sən Qurani Kərimdə Allah-u Teala özünün bəndələrindən borc almağına işarə edir. Mülkün həqiqi sahibi, bu var dövlətin, nə bilim, qızılın, pulun, filanın həqiqi sahibi bu bəndəsindən necə borc tələb eləyə bilər? O Allah üçün özünü vəsf eləyəndə o qənidir, həmiddir, ehtiyacsızdır, həm də layiqdir deyə vəsf eləyir. Elə bir Allah necə bir aciz, fəqir bəndəsindən borcu istəyər ki, sizlərdən kim Allaha gözəl şəkildə borc verər ki, xeyirli şəkildə borc verər ki, qiyamətin günündə onu daha xeyirli şəkildə ələ gətirmiş olsun. Daha əcri, qarşılığı, əzəmətli şəkildə ələ gətirmiş olsun. O Allah ki, qənidir, ehtiyatsızdır. Allah-u Teala bu dünya həyatında bəndələrinə qarşı olunan münasibətləri, bəzi bəndələrinə qarşı olunan münasibətləri özünə qarşı olan münasibət kimi qəbul edir bizlərdən. Sənin Allahın bir bəndəsinə Allah yaratdığı üçün bəslədiyin münasibət, həmin o münasibəti Allah-u Teala özünə qarşı qəbul edir. Bir mömin bəndəyə Allaha xatir bəslədiyin münasibəti Allah-u Teala özünə qarşı münasibət kimi bizlərdən qəbul edir. Məsələn, peyğəmbərlər bunlardan bir dəstədir, əməli salihlər bunlardan bir dəstədir, imamlar, siddiqlər, vəsilər, möminlər. Allah-u Teala bunlara qarşı olunan əməlləri yaxşı əməli də, pis əməli də özünə qarşı olunmuş kimi qəbul edir. Ona görə sən bir möminin ehtiyacını ödəyəndə, sən bir möminin imdadına yetəndə, Allah-u Teala sənin ona verdiyin borcu özünə verdiyin kimi qəbul edir. Başqa bir ayədə buyurur ki, sizlərdən kim Allaha gözəl şəkildə borc verər ki, əlbəttə bu borc ümumi mənadadır, elədiyin hər bir xeyir əməl mənasındadır. Onlardan biri bir möminin ehtiyac anında ona borc verməklə kömək eləməkdir. Sizlərdən kim Allaha gözəl şəkildə borc verər ki, Allah onu 10 qat artıqlaması ilə qiyamət günündə ona qaytarmış olsun. Çünki borcun adabı nədir? Nə verirsən, onu alırsan. Artıq tələb eləyə bilməzsən. Bəli, borc verənə müstəhəbdir. Alanda verdiyindən bir miqdar azalsın. Məsələn, 100 manat veribsə birinə borc olaraq, o qaytaranda 100 manatı 5-ini versin ki, bu qalsın sənə ehtiyac yoxdur. Və yaxud borc qaytarana da müstəhəbdir ki, qaytaranda artıq qaytarsın. 100 veribsə, qaytaranda məsələn 5 manat da artıq versin ki, Allah səndən razı olsun, mənim qazancım artıq olur. Bunu da sənə qardaş kimi bir hədiyyə, nə bilim, indi nəysə bir bəxşiş kimi verir. Borc sahibinə, verənə azalmağı müstəhəbdir. Borc qaytarana da, qaytaranda artıq qaytarmağı müstəhəbdir. Amma da borc verən üstündə artıq tələb eləyə bilməz. Verərəm sənə borc, nə qədər qaytaranda qaytaracaqsan? Nə qədər versən onu qaytarmalıdır. Bu artıq ribaya, faizə, harama dönüşür. Bu baxımdan Allah-u Teala bəndələri ilə olan əməllərdə, bəndələrinin öz arasında olan əməllərdən fərqli davranır. Bəndəsinə deyir ki, nə vermirsən borc, alanda da onu al. Artıq tələb eləyə bilməzsən, haram yeyirsən. Amma özü ilə borc müamiləsinə gələndə deyir ki, bir verərsən, onu artıq qaytararam. Çünki o kərim olan Allahdır. Çünki o mülkün, malın həqiqi sahibidir. O bizlə, bizim öz aramızda davrandığımız kimi, bir-birimizlə davrandığımız kimi davranmır.
Bu baxımdan elədiyimiz hər bir xeyir əməl, o cümlədən bir möminin ehtiyac anında onun imdadına yetişmək, bir möminin ehtiyac anında abrını qorumaq, onun əlindən tutmaq, Allah-u Teala edilmiş bir xeyir hesab olunur ki, sən verəndə, onun imdadına çatanda, o pulu ona bəxş eləyəndə, sən əslində ona yox, o pulu Allaha vermiş olursan. İnsanın münasibətinin əskikliyidir ki, bəzən bu məcrada müşküllər yarananda artıq fərqli davranmağa onu vadar edir. İnsanların etdiyi xeyir əmələ qarşı münasibətinin nöqsanlılığıdır ki, onlar elədiyi xeyir əməlin davamında bir qüsur ortaya çıxanda artıq onu zay eləməyə dönüşdürürlər. Əgər insan bir möminə borcu versin, bir yaxşılıq eləsin, sədəqə eləsin, fərqi yoxdur. Nə edirsə eləsin. Və yaxud da ki, fərqli bir borc mövzusu olmasın, bir başqa şeydə, bir imdad eləsin. Bunu elədiyi zaman bu yaxşılığı Allaha xatir elədiyini zehninin bir küncündə tutsa, ondan qarşılıq nə olur olsun, heç vaxt peşmançılıq çəkməyəcək. Niyə? Elədiyi yaxşılığı Allaha eləmişdi, Allah da yaxşılıqları unudan deyil. Bilir ki, buna bir cür qaytaracaq. Necə olur olsun, gözəl şəkildə artıqlaması ilə buna qaytaracaq. Amma üçün insan eləyəndə Allahdan qeyri bir niyyəti də ora qoşur, qəlbinin dərinliyində də olmuş olsa, başqa bir təmənnası olur, kimlərinsə gözündə yaxşı görsənmək, sabah ondan daha artığını tələb eləmək və s. və ilaxır və ya onu öz yanında gözü kölgəli eləmək, başqa bir niyyətin ora qatıldığı anda artıq sabahları elədiyi xeyr əməli gileygüzarla batil eləyir. Sən bu borcu birinə verəndə, qaytarsa da, qaytarmasa da bil ki, Allah qarşısında sən bir xeyrə yetişmisən. 100% əminsən ki, buna görə sənin savabın var. Vaxtında qaytarsa da sən savab qazanırsan, çünki çətin anında onun əlindən tutdun. Qaytarmasa da yenə haqdır da, qiyamətdə qayıdacaq da o sənə. Nədən nigaransan, nədən narahatsan. Və bəzən insanın bu düşüncəsində olan problem, müşkül, gətirir insanlar arasında problemə çıxardır və yaxud da sabah başqalarına qarşı münasibətdə düzgün davranmamağa səbəb olur. Birinə borc verir, qaytarmır, o birisi həqiqətən ehtiyaclı, elə bir anında gəlir, ağız açır buna ki, bəlkə də həqiqətən 3 gün sonra, 5 gün sonra da vədinə əməl eləyəcək, gətirib borcu qaytaracaq, amma bütün o güvən itir, o etibar itir. İnsan artıq başqasına qarşı, həqiqətən o ehtiyacı olan insana qarşı o xeyr əməldən məhrum olur. Bu baxımdan insan əgər dərk eləsə ki, mən elədiyim yaxşılığı Allaha yaxşılıq edirəm. Bu mənə qayıtsa da, qayıtmasa da Allah onu mənə qaytaracaq. Ya dünya neməti kimi, ya axirət neməti kimi. Bu zaman öz xeyr əməlindən məhrum olmaz, xeyr əməldən boyun qaçırmaz. Bu baxımdan müqəddəs şəriətimizdə ən çox təkid olunmuş xeyr əməllərdən biri borc verməkdir. Bəli, borc almaq məzəmmət olunur. Borc almaq yaxşı şey deyil. Zəruri ehtiyacın olmadığı müddətdə insanın borc almağı yaxşı şey deyil. O, onun izzətini sındırır, heybətini sındırır. Ağız açmaq hər bir halda bir insanın hörmətini aradan aparır. Məxsusən də layiq olmayan adamlara ağız açanda. İndi Allah uzaq eləsin, elə ehtiyaclar olur ki, elə şey var ki, insanı düşmən qapısına da aparar. Allah uzaq eləsin. Birinin övladında bir xəstəlik çıxanda, əzizində, ailəsində bir müşkül olanda düşmənə belə ağız açmağa vadar olar. Hər şeyə görə ağız açmaq yaxşı şey deyil və hər adama da ağız açmaq yaxşı şey deyil. Bilal əleyhissalamın yanında gəldi, dedi ki, Allah bizi heç kimə möhtac eləməsin, bəndələrindən heç kimə möhtac eləməsin. Həzrət buyurdu ki, elə dua eləmə. Allah möminlərin bəzilərinin ehtiyaclarını bəzilərində qərar verir. Başqa bir kəlamında ağa buyurur ki, Allahın yer üzərində bəzi bəndələri var ki, Allah ruzusunu onlara əta eləyir ki, onlar möhtaclara həmin o ruzunu dağıtsınlar. Elə ki, həmin o kəslər o ruzunu ehtiyacı olanlar arasında dağıtmaqda səhlənkarlıq eləyərlər, gileygüzar eləyərlər, Allah həmin o ruzunu onlardan alar, verər başqalarının əlinə. Sənə bunu vermişdim, özündə istifadə eləyəsən, amma başqalarına da əl tutasan. Sən ki, elə gileygüzar elədin, nə oldu, həmişə mən eləməliyəm, məndən başqa biri yoxdur və s. və ilaxır.
Allah o ruzunu səndən alar, verər başqasına ki, bu lütfə, bu xeyrə sən nail ol. O qədrini bilmədi. Bu baxımdan Həzrət Əmir əl-Müminin əleyhissalam buyurur ki, belə dua eləməyin ki, Allah bizi heç kimə möhtac eləməsin. Onsuz da Allah bizi bir-birimizə möhtac yaradıb. Birimizin bacardığı bir işi bir başqamız bacarmır. O birisinin bacardığı hər hansısa bir şeyi digəri bacarmır. Buyurdu, bəs necə dua eləyim? Dedi, dua eləyəndə denən ki, Allah bizi bəndələrindən şərlərinə möhtac eləməsin, namərdlərə möhtac eləməsin. O şər insanlar ki var, ona möhtac olmayan insan. Yaxşı insana insanın möhtac olmağı təbiidir. Bu, insanın yaradılışının təbiətinin uyğunluğudur. Sən Allah deyilsən ki, hər şeyə qadir olasan. Qadir olmadığın hər bir şeydə də bir başqasına, onu bacarına möhtacsan. Həzrət Rəsul-i Əkrəm buyurur ki, Me'racda, İsrada cənnətə daxil oldum. Cənnətə daxil olduqda gördüm ki, sədəqə üçün 10 savab yazılır. Borc üçün ondan artıq savab yazılır. Sədəqə şəriətimizdə təkid olunmuş müstəhəb əməllərdəndir də. Və sədəqə də ancaq fəqirə verilən, bəlanı dəf eləmək üçün və s. üçün verilən ondan ibarət deyil. Sədəqə fəqirə də olar, fəqir olmayana da olar. Yəni bir insanın hədiyyə babından da birinə verdiyi və ya da bəxşiş kimi birinə verdiyində bəxşiş bir dəfə 1 manat olar, bir dəfə də daha artıq olar da sədəqə niyyəti ilə bir-birinə ev də bağışlaya bilər. Ehtiyacı olsa da, olmasa da. Həzrət buyurur ki, cənnətə daxil olduqda gördüm sədəqə üçün 10 savab yazılıb. Amma borc üçün ondan daha artıq savab yazılıb. Soruşdular ki, ya Rasulallah, borc üçün sədəqədən daha artıq savab yazılıb. Dedi, bəli, çünki sədəqə fəqirin də əlinə düşə bilər. Fəqir olmayanın da əlinə düşə bilər. Amma borc ehtiyacı olanın əlinə düşür. Yəni, ehtiyacı olmayan adam gəlib ki, məsələn, ağız açmaz ki, bir insan bir insana ağız açırsa, bir insan bir insandan bir şey istəyirsə, üzünün suyunu onun qabağında tökürsə, bir növcə heybətini sındırırsa, deməli, bu məcburdur da, ehtiyaclıdır, zərurəti var. Buyurur ki, sədəqə ola bilsin ki, həm ehtiyacı olana, həm ehtiyacı olmayanın əlinə gedib düşmüş olsun. Amma borc ehtiyacı olanın əlinə gedir deyənə Allah-u Müteala'nın huzurunda borc sədəqədən daha çox savaba malikdir. Həzrət buyurur ki, salavat şişirə Peyğəmbər və Ali Peyğəmbərə. Allahümme salli ala Muhammed Ali Muhammed. Peyğəmbər Əkrəm buyurur, Mən ihtaca ileyhi əxuhul muslim fi qardin. Hər kimin müsəlman qardaşı ona möhtac olsa, ondan borc tələb eləsə ki, filan kəs sənin kömək və ehtiyacın var. Hər kimin müsəlman qardaşı ehtiyaclı olduğu halda ondan borc tələb eləsə və huvə yəqdiru aleyh və onun da imkanı var verməyə. Bir insanın imkanı yoxdur da ona necə məzəmmət eləmək olar? Düzdür, bəzi hallarda özünün imkanı olmasa da başqasından onun müşkülünü həll eləmək belə bəyənilmiş əməl kimi qəbul olunur. O da onun üçün çətinlik, sıxıntı yaratmayacaqsa. Bir dəfə imkanı var kiminsə, bir dəfə də imkanı yoxdur. Buyurur ki, bir müsəlman qardaşın bir nəfərə ehtiyacı olsa, ona ağız açsa borcusun və həmin kəsin də buna imkanı olsa, fələm yəfəl, amma eləməsə, yalandan deyir, yoxumdur. Elə andaman eləyir ki, adam istəyir ki, gəlib başqasından borcu alıb gətirib buna kömək eləsin ki, və yaxud var, vermirəm deyir. Hər hansısa bir səbəbdən. İmkanı, qüdrəti olduğu halda müsəlmanın, müminin ehtiyacını rədd eləsə, hərrəməllahu aleyhi rihəl cənnə. Allah cənnətin qoxusunu ona haram eləyər. Cənnətin qoxusunu ona haram eləyər. Bəzi insanlar olacaq ki, qiyamətdə onlar cənnətə daxil olmasa da cənnətin qoxusunu dadacaqlar. O cəhənnəm əhlinə cənnətin qoxusunu göstərərlər ki, baxın, görün, nədən məhrum oldunuz? Bəziləri var ki, ondan da məhrum olar. Bu bədbəxt cənnətin qoxusunu da dadmamış cəhənnəmə gedir. Onlardan da biri kimdir? Həmin bu, möminə ehtiyacı olduğu halda, qüdrəti olduğu halda, ki, versə, qaytarmasa da bir şey itirməyəcəkdir. Bunun onsuz da maddi ehtiyacı ona bir ömür bəs eləyər. Belə olduğu halda, Həzrət buyurur ki, Allah cənnətin qoxusunu ona haram eləyər. Başqa bir kəlamında
Həzrət buyurur ki, İnnəlləhə Teala ma'ad-daini hatta yaqdiya deynə. Həqiqətən mütəal olan Allah borcunu qaytarana qədər həmin o borc götürən kəslə bir yerdədir. O vaxta qədər ki, o borcunu əda eləməyib, Allahın nəzəri onun yanındadır. Və Quran-ı Kərimdə buyurur ki, elə ki, borc sahibi gördü ki, o borcu qaytara bilmir, sıxıntıdadır, onu sıxmasın, üstünə getməsin. Quran ayəsidir, Bəqərə surəsinin 280-ci ayəsində. Qaytara bilmədikdə isə onu sıxmasın, üzərinə getməsin, abrını tökməsin. İndi biri-birindən 5 manat, 10 manat, ya biraz az, biraz çox ehtiyacı olur, maddi sıxıntısı olur, borc alır. İndi vədi də gəlir, görürsən ki, alınmır da, alınmamağının da səbəbi bu insanın səhlənkarlığı deyil, bu insanın özündən qaynaqlanan bir şey deyil. Allah uzaq eləsin, xəstəsi var, elə bir ucdan bu xərcləyir, qaytara bilmir. İndi insandır da zərurət olur, vəd verir, pul götürür, borc alıb, zamanı çatıb, oldu 5 qəpiklik, heç nə. Filan kəs sözünün ağası deyil, filan kəs filan adamdır, filan kəs bəhmən adamdır, o etibarsızdır və s. və ilaxır. Nə olar insandır da. Bir halda ki, o vaxtında gətirib qaytarsa, belə sənin üçün heç nə dəyişmir. Sənin nə maddi sıxıntın yox idi, nə ona görə müşkildə deyildin. Ona görə Allah Quran-ı Kərimdə buyurur ki, əgər vədi yetişdikdə, qaytara da bilmədikdə, onun üstünə getmə, sıxma. Həzrət buyurur, Allah borc götürən kəslədi ta o borcunu əda eləyənə qədər. Ma ləm yakun deynuhu fima yakrahullah. O vaxta qədər ki, bunun götürdüyü borc Allahın ikrah etdiyi şey üçün olmuyor. Bir var zəruri ehtiyacı üçün olur. Adam məsələn xəstəsi olub borc götürüb. Və yaxud da ki, məişətini təmin etmək üçün zəruri bir şeyə ehtiyac olub, borc götürüb. Hər hansısa ağla batan, ki, kimin yanında desən, deyər ki, hə, bunun üçün məsələn borc götürməyə deyər. Hər hansısa bir xeyr iş üçün borc götürüb. Bir də var ki, yox. Əyləncəyə getmək üçün borc götürüb kimdənsə. Nə bilim, turistik səyahətə getmək üçün birindən borc götürüb. İndi yaxası qalıb əldə. Və ya hər hansısa bir günah üçün başqasından gedib. Nə qədər ki, Allahın ikrah elədiyi şeyə insan borc götürməyib, Allah-u Teala o borcunu qaytarana qədər rəhmət nəzəri həmin o borc götürən kəsin üzərindədir. Borc yiyəsi onu sıxıntıya belə salmış olsa, onu təhdid edir, qadağan eləyir ki, gördün ki, çətin vəziyyətdədir, onu sıxma, üstünə getmə. Ta o vaxta qədər ki, sən borcu haram olan iş üçün götürməmsən, məkruh olan bir şey üçün götürməmsən, Allahın izni olan xeyirli bir ehtiyac üçün götürmüsən. Peyğəmbər əşrəm buyurur, mən əxədə əmvalən nas yuridu ədəəhə, hər kim insanların malını, onu geri qaytarmaq niyyəti ilə götürsə, adam var ki, götürür, niyyətində dilə budur ki, vaxtı çatanda qaytarım. Bir ay deyir ki, 5 gün sonra da qaytaracaq ha bəlkə. Bir ay deyir ki, vədinə xilaf çıxmamaq üçün, özü üçün artıq vaxt götürür. Adam da var ki, yox. Alanda elə, bilir ki, bu qayıtmayacaq. Onun niyyəti borc deyil, onun niyyəti allatmaqdır, oğurlamaqdır. Alandan buna bəllidir. Planı onun üzərində qurub ki, bunu çətini alana qədər də alım itim. Bu baxımdan bizim bir ustadımız var idi, ona mövzudan qabaq sual verəndə deyirdi ki, molladan qabaq minbərə çıxma. Şimdi gəlir. Buyurur ki, hər kim insanların malını onlardan alsa, bir halda ki, niyyəti budur ki, geri qaytarmayacaq. Əddəllahu ənhu. Üzr istəyirəm. Geri qaytarmaq niyyəti ilə alsa. Yəni, niyyətində budur ki, bunu alım, işimi aşırdım, sonra qaytarım. Allah-u Teala həmin o borcda ona kömək eləyər. Onun borcunun əda olunmağında ona imdad eləyər. Ardıca buyurur, və mən əxədəha yuridu itlafəha. Və hər kim borc alanda da niyyəti bu olsun ki, bunun malını ilə tələf eləyəcəm. Bu pul qayıtmayacaq. Buyurur, ətləfəhullah, Allah onu tələf eləyər. Ya bu dünyada, ya ahirətdə. Bu insanın abrı gedəcək, hörməti gedəcək öz yerində. Qiyamətdə də Allah-u Teala onu tələf eləyəcək. Başqa bir kəlamda Həzrət buyurur ki, İmam Rıza əleyhissalam, bil ki,
Ənə mən istədana deynən və nəva qəzaə, hər kim borc götürsə və onu geri qaytarmağı niyyət eləsə, fəhuvə fi əmanillah hətta yəqdiyə, qaytarana qədər o Allahın amanındadır. O borcunu qaytarana qədər Allahın rəhmət nəzarı onun üzərindədir. Fəin ləm yənvi qəzaə, əgər alanda qaytarmağı düşünməsə, fəhuvə sariqun, oğurdur bu insan. O oğrudur. Əvvəldən elə oğurlamağı fikirləşirmiş. Sadəcə olaraq yolunu bilmirmiş. Yolunu, bu oğru həmişə elə qapı, bacadan, pəncərədən filandan gəlmir ki. Bir dəfə elə gəlir oğurluyur. Bir dəfə də şirin dinlə, çətini ələ gətirənə qədərdir. Öz könül xoşluğu ilə verirsən, ondan da mal geri qayıtmır. Salavat zikrilə Peyğəmbər və Ali Peyğəmbərə. Allahümme salli ala Muhammed və ali Muhammed. Həzrət buyurur ki, Peyğəmbər Əkrəm, mən əradə tüstəcabu dəvətuh, hər kim duasının qəbul olunmağını istəyirsə və ən tukşəfə kurbətuh və dərdinin, qəminin ortadan qaldırılmağını istəyirsə Allah tərəfindən, fəlyufərric ən mu'sir, həmin o çətin durumda olan kəsə vaxt versin, onun işini yüngülləşdirsin. Öz dərdivin, qəmivin aradan getməyi üçün, duavın qəbul olmağı üçün eləyə biləcəyin əməllərdən biri o ehtiyaclı ki, borc alıb, indi vaxtı yetişib, qaytara bilmir. Onun onsuz da bir dərdi var idi, borc almışdı. İndi də əlavə bir dərdi var ki, bunu mən necə qaytaracam? Deyir, hər kim istəyir Allah dərgahında duası qəbul olsun. Hər kim istəyir Allah onun dərdini, qəmini aradan aparsın, həmin o çətin vəziyyətdə olan insanın dərdinin aradan getməyinə səbəb olsun, onun işini yüngülləşdirsin. Desin ki, filan kəs narahat olma, məsələn. Nə vaxt olar verərsən. Və yaxud da ki, müşkül yoxdur və s. və ilaxır da insanın o dərdini yüngülləşdirəcək sözlərdən istifadə eləsin. Ki, həmin o insan özünün heybətinin sındığını hiss eləməsin. İnsanları alçatmaq çox asan şeydir. Birinə bir söyüş deməklə də onun cəmaat arasında heybətini sındıra bilərsən. Nə bilim, qeybət eləməklə birini sındıra bilərsən. Və sair və ilaxır. İnsan alçatmaq çox asan şeydir. İnsanları ucaltmaq çətindir. İnsanı dəyərə mindirmək çətindir. Əlindən tutub qaldırmaq çətindir. Bu baxımdan Həzrəti Peyğəmbər Əkrəm bir növ desək bizə işarə eləyir ki, sənin bir kəsi ucaltmağın, onun işini yüngülləşdirməyin, dərdini aradan aparmağın, Allahın huzurunda sənin dərdinin yüngülləşməyinin, duavın qəbul olmağının savabıdır. Yəni sən ki ona deyirsən, narahat olun, bu nə şeydir ki, bunun üçün dərd çəkirsən, nə vaxt olar qaytararsan. Allah-u Teala da sənin başqa bir müşkülün, dərdini sənin üçün asanlaşdırır öz huzurunda. Həzrət Peyğəmbər Əkrəm buyurur, əqil minəd-deym təiş hurran. Düzdür, zərurət anında borc almaq şəriətimizin icazəli bildiyi şeylərdəndir. Və ehtiyaclıya da borc vermək şəriətin təkid etdiyi şeylərdəndir. Bəzən hətta vacib ola bilər. Vacib ola bilər ki, sən o müminin imdadına yetişməsən ki, böyük bir xətər ola bilər canına, malına, nə bilim, ailəsinə. Bəzən bu kimi hallar üçün müminin abrını qorumaq, müminin canını, malını qorumaq möminə vacibdir. Belə deyil ki, mənə nə var özü bilər. Həzrət buyurur ki, hər nə qədər borc almaq, borc vermək şəriətdə icazəli də olsa, Peyğəmbər Əkrəm buyurur ki, borc almağı azalt ki, azad yaşaya biləsən. Sən birindən borc aldın, birinə ağız açdın, onun yanında üzvün suyun tökürsən. Fərq etməz, zəruri ehtiyac olsun, qeyri-zəruri ehtiyac. Birinə ağız açanda istər-istəməz onun huzurunda heybətini sındırırsan da, özünü onun qarşısında kisildirsən. Bu baxımdan Həzrət buyurur ki, nə qədər icazəli də olmuş olsa, nə qədər işin zəruri də olmuş olsa, bacardığın qədər çalış, az borc al. Borc alma demir, bu mümkünsüzdür də, insanlar bir-birinə möhtacdır. Hamının imkanı o dərəcədə deyil ki, qarşısına çıxan bütün müşkilləri həll edə bilsin. Əvvəla Allah bizləri öhdəsindən gələ bilməyəcəyimiz dərdlə, problemlə imtihan eləməsin. İndi insan var ki, əlində olan
imkanın onun üçün, müşkillərinin həll olunmağı üçün yetərliliyi var, yetəni var. İnsan da var ki, yetmir. Başqasına möhtacdır. Hər nə qədər icazəli də olsa, hər nə qədər mətləbin zəruri də olsa, Həzrət buyurur ki, bacardığın qədər çalış, az borc al. Niyə? Azad yaşaya biləsən, rahatlığını qoruyub saxlaya biləsən. İnsan birindən borc aldısa, daim nigaran olacaq. Və namaz barəsində necə Allaha borc olaraq özünü borclu hesab eləyirsən, bir namazı yatıb qalanda, ya səfər ucbatından, ya hər hansısa bir səbəbdən qıla bilməyəndə narahat olursan, nigaran olursan, nə bilim, orucda məsələn bir gün tuta bilməsən, narahat olursan, özünü bir günahkar hiss eləyirsən. Bu, insanın Allah qarşısında hiss elədiyi o qulluq, bəndəlik hissidir də. İnsan da birindən borc alanda, bir növ desə, onun quluna çevrilmiş olur. Azadlığını itirir, rahatlığını itirir. Bir növ desək, öz ixtiyarını bir başqasının ixtiyarına qoymuş kimi sayılır. Belə demək deyil, insan birindən borc almaqla onun nökəri olmur, qulu olmur. Amma sanki özünü elə hiss eləyir. Yəni, onun yanında özünün gözü kölgəli hiss eləyir, onun yanında sıxılır. Bir məsələn, borclu olduğu birinin olduğu bir məclisə getməkdən utanır ki, filan kəs orada olacaq. Utanıram onu görəndə. Həzrət buyurur ki, borc almağı azalt ki, azad yaşaya biləsən, rahat yaşaya biləsən. Ki, borcun özü istər-istəməz insan üçün bir sıxıntıdır. İlla o qədər geniş bir qəlb sahibi olan bir insan ola ki, o borc verdiyi ilə elə bir münasibət bəsləyə ki, bu insan onu hiss eləməyə, o sıxıntını çəkməyə. Məxsusən də möminlərin barəsində məsələ daha fərqli bir məcradadır. Möminin barəsində ki, Həzrət buyurur, mömin bir möminin malından onun kimi istifadə eləyə bilmirsə, bəzi rəvayətlərdə gəlib ki, ya mömin deyil, ya bunların qardaşlığı qardaşlıq deyil. Yəni, sən öz mömin qardaşının malından biri gəldi imamın yanına ki, biz sizin şiyələrinizdən, Həzrət buyurdu ki, biriniz əlini o birisinin cibinə atıb onun malından ürəyi istədiyi kimi istifadə eləyə bilir. Dedi, yox. Dedi, onda necə bizim şiyələrimіздənsiz? Sən bir mömin qardaşının bir əşyasını, bir malını, pulunu öz malın kimi istifadə eləyə bilmirsənsə, necə qardaşsan, necə şiyəsən, necə bizim tərəfdarımızsan? Yəni, bizim şiyələrimiz o kəslərdir ki, onların malları aralarında. Mənim malım sənin malın kimi. Sənin malın bu cür istifadə olunur. Bu baxımdan Həzrət Rəsul-i Əkrəm buyurur ki, borcları azaldın ki, azad yaşaya biləsiz, rahat yaşaya biləsiz. Bir dənə də hədis var, görürəm yavaş-yavaş sıxılırsınız, vaxt uzanır. Bir dənə də Peyğəmbərdən hədis var, onu deyim, sözü tamamlayayım. Peyğəmbər və Ali Peyğəmbərə salavat hədiyyə elə. Allahümmə salli alə Muhammed və ali Muhammed. Həzrət Rəsul Əkrəm buyurur ki, sizdən əvvəlki ümmətlərdən bir nəfər hesaba çəkildi Allahın huzurunda. Və bu bədbəxtin, hesaba çəkildiyi ana qədər bədbəxt deyirik də, bir xeyr əməli olmadı. Yalnız bir dənə xeyr əməli var idi bunun. O da nə idi? Deyir, bu elə bir kəs idi ki, öz yanındakılara, qulamlarına, övladına, qulluqçusuna həmişə tapşırardı ki, bu borclular kim var, kimə ki borc vermişəm, məndən borc alın. Onları heç vaxtı sıxmayın, narahat eləməyin. Vəd verib, qaytara bilmir, narahat eləmə, üstünə getmə. Daim ətrafındakılara, övladlarına, nökərlərinə tapşırardı ki, borcluların üzərinə getməyin. Vaxtı çatdı, çatmadı. Sıxma, küsada bacada görəndə elə davranma ki, özünü narahat hiss eləsin. Kana ya'muru gilmanahu an yatajabazu anil mu'sir. Öz qulam övladlarına, nökərlərinə əmr eləyərdi ki, vəziyyəti çətin olanın borcundan keçsin. Məsələn, deyək ki, 10 nəfər bundan borc alır. Vaxtı çatıb, göndərir birinin qapısına. İmkanı var qaytarmağa, borcunu qaytarır. Birinin qapısına göndərir, görür ki, bu insanın imkanı yoxdur bunun borcunu qaytarmağa. Vəziyyəti xarabdır, yaxşı deyil. Bu deyərmiş ki, onun borcunu bağışlayın. Daha bir də onun da qapısına borc dalıca getməyin. Həmin bu əməlinə görə Peyğəmbər Əkrəm buyurur ki,
İzzət və cəlal sahibi olan Allah öz mələklərinə əmr elədi ki, "Nəhnu əhaqqu bizalikə minhu, təcavəzu anhu." Biz bu işdə ondan daha layiqliyik. Bu mənim bir bəndəmdir, mənim başqa bir bəndəmə o mərhəməti göstərirsə ki, sıxıntıda olanın borcunu keçirsə, indi bu bədbəxtin özü sıxıntıdadır. Bunun indi özünün çətin anıdır. Bu xeyr əməldə mən və siz, ey mənim mələklərim, bundan daha yaxşıyıq. Onun günahını bağışlayın, onun xətasını bağışlayın. Bu baxımdan insanın etdiyi hər bir əməl onun üçün Allahın dərgahında geri qayıdacaq bir xeyirdir. Yaxşı əməl olmuş olsa, yaxşı. Elədiyi hər bir əməl də qəbahətli olmuş olsa, Allahın dərgahında ona əzab olaraq qayıdacaq bir şərdir. Bu baxımdan insan gərək əməllərini tənzimləsin, məxsusən də Allahın bəndələrinə qarşı, məxsusən də möhtac bəndələrinə qarşı. İnsanın elədiyi xeyir, Allaha elədiyi xeyirdir. Yəni, sən birinə borc verəndə, o borcu Allaha vermiş olursan. Onun qayıtmama şansı yoxdur. Allaha verdiyin borcun batma şansı yoxdur. İndi o ya bu dünyada sənə yetişəcək, ya qiyamətdə yetişəcək. Bu dünyada ya borc verdiyin adamın öz əlindən qayıdacaq, borcunu alıb gətirib qaytaracaq. Ya da sənin ağlına gəlməyən bir yerdən Allah ondan da artığını sənə başqasının əlindən gətirib verəcək. Yoldaşlardan biri var idi, deyir, məsələn, filan kəsə deyir, nə vaxtı əlimə imkan düşəndə, kömək eləyəndə, elə bilsin qurban olduğum deyir, belə bir qayda qoyub da. Nə vaxtı filan kəsə mən 5 manat, 10 manat kömək eləyirəm, Allahım da onun artıqlamasından yetirir. Hər bir halda sənin elədiyin xeyir sənə qayıdır. Amma fərqində deyilsən. Ya həmin adamın əlindən, ya bir başqasının əlindən. Allah onu sənə yetirəcək. Bu dünyada da axirətdə, onun batma şansı yoxdur. Amma sən giləy-güzarla, qeybətlə, onun hörmətini sındıranda, abrını aparanda, onu cəmaat arasında hörmətdən salanda artıq nə elədiyin xeyrin bir dəyəri qalmır. Elədiyin xeyr eləmişdin, hələ üstəlik qiyamətdə də gəlib haqq hesab verəcəksən ki, o səndən pul almışdı. Abır borc almamışdı ki, onun abrını niyə tökdün? O maddi olan şeyi gətirib sənə bir gün qaytaracaq. Sən onun abrını cəmaat arasında necə qaytaracaqsan? Elə bir məclis var ki, orada birinin abrını tökürsən, orada olanların bəzilərini heç bir də ömrü boyu görməyəcəksən. Ömrü boyu bir insanı bir cəmaatın yanında biabır elə. Onu necə qaytaracaqsan? Bu baxımdan İnsan gərək bu kimi şeylərdə diqqətli olsun. İmkanı olduğu təqdirdə ehtiyaclıya borc verməklə, kömək eləməkdən çəkinməsin. Borc götürən gərək məsuliyyətli olsun. Başqasının malını tələf eləməsin. Öz malı kimi davransın. Zərurət olmadığı müddətdə borc götürməsin. Zərurət üçün götürdüyünü də əhdinə vəfa eləyərək vaxtında qaytara bilsin. Güvəni, etibarı sındırmasın. Cəmaatın biri-birinə qarşı güvənsizliyinə səbəb olmasın. Məxsusən də mömin olanda məsələ daha da əhəmiyyətli mərhələyə yetir. Gərək insanlar buna diqqət eləsin ki, qiyamətin günündə bir möminin ehtiyacı olduğu halda imdadına yetməyən kəsi Allah-u Teala cənnətdən məhrum